Azərbaycan Kickboxing Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. 29 dekabr tarixində Azərbaycan Kickboxing Federasiyası tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Federasiyanın fəxri prezidenti Adil Əliyev, prezidenti Orxan Əliyev, idarə heyətinin üzvləri, vitse-prezidentlər, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin nümayəndələri, qazilər, məşqçilər, idmançılar, kickboxing üzrə veteran idmançılar, digər idman növlərinin nümayəndələri və veteranları, idman jurnalistləri və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Federasiyanın prezidenti Orxan Əliyev çıxış edərək qonaqları salamlayıb. 2025-ci il ərzində əldə olunan uğurlar, beynəlxalq və ölkədaxili yarışlarda qazanılan nailiyyətlər barədə ətraflı məlumat verib. Federasiyanın fəxri prezidenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib. Tədbir çərçivəsində il ərzində yüksək nəticələr əldə etmiş məşqçilər, hakimlər və idmançılar Azərbaycan Kickboxing Federasiyası tərəfindən fəxri fərman və diplomlarla təltif olunublar.